Hər kəsə Salamlar. yoxluğumuzda gah lisan oldu, gah tufan oldu, gah söz-söhbət. Show biznes həmişəki kimi sakit durmadı. Onu bilirik ki, bu sel show biznesi yaxşıca yuyub apardı. Efirlərimizin yeni dirçəlişi isə yağışdan sonraki günəş kimi könüllərimizi isitdi. Ümid edirik bu günəş daimi olaraq parlamağa davam edər. Çünki biz yazı, yayı sevirik. Çox sözü uzatmadan keçək bu həftə olanlara. İstərdik sizə ilk olaraq həftənin onluğunu təqdim edək. Hit paradımızı Natəvan Həbibinin Təyyarələr musiqisi ilə açırıq. Söz musiqi Murad Arifə aid olan Təyyarələr 16 il öncə yayınlansa da ikinci baharını yaşayır. Son günlər dillər əzbəri olan musiqi düz bir həftəyə 101.434 baxış toplayır. Bu da o deməkdir ki, keyfiyyətli musiqi hər zaman sevilir, hər zaman aktualdır. Onu da deyək ki, güclü sevgini nə təyyarə ayırar, nə də hər nəsə. Sən üstə gəl mən, qoy hər zaman sevgiyə bərabər olsun. Sen üstte gelmen beraberdi ayrılık. Seni seven benim, ben değilim. Senin hayatından çıkıp gidiyorum. Kim bilir olacaktı neler neler bizi ayırdı teyyareler. Seni seven benim, ben değilim. Həftənin 9-uncusu isə Röyə və İsmailin dueti Nankör musiqisidir. Musiqi ayrılıq, nankör sevgi yaşayanların necə deyərlər marşı olur, dildən düşmür. Elə hit paradımızdan da. Musiqi düz 124.235 dəfə izlənib. Görünür sevgidə nankörlarımız çoxdur. Elə gördüyünüz kimi insana qalan ailəsi, əzizləridir. Siz yenə də nankörlara çox fikir verməyin. Bir bakışta hellolardı her şey ama indi geçti. Belki sende hiçti, sanma bende geçti. Gel gör, çok çetindi sensiz. İndi söylemensiz, yaxşıdır mı her şey? Ey yar nankör, sende yoktu vicdan. Etmedim ki nüksan, gaddar olmaz insan. Gel gör, çok çetindi sensiz. 8-ci pillədən davam edək. Röyə Ayxan və Elçin Cəfərovun can dueti. Musiqi 3 ay öncə yayınlansa da hit paradda olmağa davam edir. 3 ayda 14 milyon baxış toplayır. Musiqidən çıxış edərək bunu deyək ki, əsas odur ki, sevginizə biganə qalmayın. Dəli divanə kimi də sevin. Bax, onda can dəyəniniz çox olar. Qalım necə biganəmə, axı dəli divanəyəm. Çığırım neçə minarədən, məni duyasan görəsən. Eliyim necə ifadə, bəs sevgimi itən iradəmə. Dəli oluram, bir insaf elə. Sənə sevdamı vermişəm sən, nə gözəlsən, yenə rüyamı görmüşəm. Gələk həftənin 7-cisinə. Aygün Kazımova Canol musiqisi ilə artıq bir ildir ki, hit paradda qalmağı bacarır. Musiqi bir ildə nə az, nə çox 47 milyon izlənib. Halınıza yanan, yanınıza yaraşan, eşqi ilə canınıza can olacaq biri mütləq olacaq həyatınızda. İndi isə musiqiyə qulaq asaq. Dedim ki necə yaraşar yanıma. Eşqin ile can ol can da canıma. Halım yaman sen ol yanan halıma. Bir defa güldün yayıldı kanıma. Dedim ki necə yaraşar yanıma. Eşqin ile can ol can da canıma. Həftənin 6-cısı Eurovision müsabiqəmizin iştirakçısı Jiva'dır. İlk öncə Jiva, sənə uğurlar arzu edirik. Bilirik ki, ölkəmizi gözəl səsinlə, cəsarətinlə, enerjinlə necə lazımdırsa elə də təmsil edəcəksən. Bu yolda sənə uğurlar. Musiqi isə hit paradda 137.235 baxış toplayıb. I was yours all the way. But now I see through your skies. The truth is burning in my eyes. Go, I don't love you anymore. Go. Kiçik fasilə verib bu həftə olanlardan danışmaq istərdim. İlk öncə aylardır hit paradımızın qalibi olan, mahnısıyla bütün dünyanı, ürəkləri fəth edən Roza xanım. Keçmiş də olsa ad gününüzü təbrik edirik. Sizə hər zaman birincilik arzu edirik. Yaxşı ki varsınız. Onun adını elan etməyə düşünürəm ehtiyac yoxdur. 2025-ci ildə bizi qürurlandıran, 40 həftədən ən çox izlənən musiqi olan, sərhədləri aşan, Azərbaycan mədəniyyətini
və Azərbaycan adını tanıdan məhz o oldu. Senden sadece dikkat istedim. İstedim sevilen olum yolunu gözledim. Röya xanım yenə tamaşaçılarının musiqisi ilə, səhnə geyimləri ilə valeh etdi. Xalq artisti Röya Ayxan keçdiyimiz günlərdə Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış etdi. Tamaşaçıların sənətçiyə olan böyük sevgisi və coşqusu alqışlardan, gözlərdəki sevgidən hiss olunurdu. Zalda A-dan Z-yə hər kəs Röya Ayxanın ifalarına qoşularaq bu möhtəşəm gecəni unudulmaz etdi. Bu sevgi, bu alqışlar bunu sübut edir ki, Röya Ayxan xalqın unudulmaz, əbədi sevgisini daşıyır. Güman edirik ki, vaxt, zaman bunu heç vaxt dəyişə bilməyəcək. Konsertləriniz daha çox olsun Röya xanım. Röya xanım zirvənin özüdür. Azərbaycanda qadın ifaçılar arasında ən professional müğənnidir. Ne kadar ürəyim partlamayıp başlayla. Yandırıp yakan geldi ortlayan, coşup çarpmayan Röya'ya. Çiçekler açan, güneşler saçan, sevgiden uçan. Bu gece möhtəşəm idi. Sizi çok seviyoruz. Ben sevginin bestesiyim, havalı elmesiyim. Her derde derman olsam da onun hestesiyim. Araz FM-in yeni layihəsi olan Yeni Avazdan danışmaq istərdik. Layihə tək sözlə möhtəşəmdir. Yeni səslərə, gənclərə bu cür imkanın yaradılması çox sevindirici haldır. Çıxışlarda, seçilmiş musiqilərdə bir-birindən gözəl. Sloqanda olduğu kimi, yeni səslər, yeni hisslər. Tək istəyimiz bu cür layihələrin davamlı olmasıdır. Bizlərin isə etməli olduğu tək şey dəstək olmaqdır. Yenə yazıb pozmalar, yenə yuxu yozmanlar. Açılan sübh həmən, edirəm şübh həmən. Varsa ümid edən, o da mən, yenə mən. Sen temiz hislerin genimi ya da sevgi beslemişsen, mənə derdi saxlamışsan. İndi şahidim ol dəli külləyim. Bəlkə təsəlli tapar sənə ürəyim. Amma onu sevirəm, axı neyləyim. Öyrət ona sən öyrəsibəyim. Günlərdir hər kəsin dilində, radiolarda bir mahnı var ki, biraz da ondan danışaq. Əməkdar artist Elnarə Abdullayevanın, xalq artisti Zeynəb Xanlarovanın repertuarından oxuduğu Sevənlərə nəğmə deyək ifası sosial mediada qısa vaxtda gündəm oldu. Mahnı Zeynəb Xanlarovadan sonra Gülyanaq bacıları, Gülay Zeynallı və Elnarə Abdullayevanın repertuarında səslənib. Düşünürük bu cür mahnılara yenidən nəfəs vermək gözəldir. Təbii ki də düzgün seçicilərdən söhbət gedir. Elnarə xanım, sizi isə səhnələrimizdə, efirlərimizdə görmək gözəldir. Gözəl səsinizdən bizləri uzaq salmayın. Oxuyun, yaradın, sevindirin. Show biznesdən danışıb Aygün Kazımovadan danışmasaq düşünürük ki, səhv etmiş olur. Hər zaman olduğu kimi səhnə geyimləri ilə, fotosessiyaları ilə gündəmdən düşmək bilmir. Nərgiz jurnalını, çəkilişləri, yeni karma musiqisi hər zaman yenilikləri ilə gündəmdə qalmağı bacarır. Görək yazın hiti xalq artistindən gələcəkmi? Yoxsa ya üçün daha böyük işlər hazırlanır? Hələlik gözləyək. Nə olursa olsun, Kazımovamızı ən gözəlini edəcəyindən əminik. Yeniden başlayan, ne ben seni tanıyorum, ne sen beni. Baby gözlerim. Gələk bu həftənin ən qalmaqallı olayına, Aminə Şirin və Nəfəsin dueti. Ya da ki, hər nəysə. Show biznes bu qədərlik bəsdir. Əslində çox şey danışardıq, amma tufan təzə yat. Yağış isə təzə durulub, qaldığımız yerdən davam edək. Həftənin beşliyini Aygün Kazımovanın Karma musiqisi ilə açıq elan edirik. Musiqisi və sözləri Yapona aid olan Karma bir aydır ki aktualdır və hit paraddadır. Musiqisi düz 148.235 baxış toplayıb. Zaman həmişə sizə qarşılıqlı sevgini göstərsin. Nəinki sevgidə, heç bir mövzuda karma yaşamayasınız. Onu da unutmayaq ki, nə əkərsən, onu da biçərsən.
Sessiz semirsiz izlemiştim gidişini. Ağır olsa da bunu yada salmak yorsa da, gözlerim yaşla dolsa da, zaman gösterer kim sevmiş, kim de terk etmiş, kim saklamış eşki yarım. Bu benim son kararım. Həftənin dördüncüsü isə Naidə Babaşlı Mənə Baxmayın musiqisidir. Hit paradımıza ilk dəfə yer alan Naidə Babaşlı bu həftə musiqisi ilə 156.234 baxış toplayıb. Əsasən türkcə ifaları ilə tanınan müğənni, ifaları ilə gündəmdə qalmağı bacarır. Musiqiçimizə uğurlar arzulayırıq. Gəlin musiqini dinləyək. Bana bakmayın, bu ara gülüyorum ama yalandan. Biraz kırgınım, çoğuna veriyorum zorla selamda. Biraz yorgunum, tabii edemiyorum iki kelamda. Kalbim istemez, ahımızı alır alanda. Həftənin üçlüyünü Murad Arif və Orxan Zeynallının Üzür musiqisi ilə açıq elan edirik. Bir musiqidən daha çox, bir klipdən daha dərin. Ana sevgisinə, məhəbbətinə biganə qalmaqdan danışılan bu musiqi ürəkləri parçaladı. Klip xalq artisti Səidə Quliyevanın iştirakı ilə əsl film səhnəsi kimi canlandırılıb. 4 gün öncə yayımlanan musiqi üçlükdədir. Hit paradda isə düz 441.235 dəfə izlənilib. Yenə hitmaker imzası. Hayatımı sərf elədim, dəfələrlə məyus edib, səndən üzr istəmədim. Yalanların dəryasında sən həmin o saf bir adam, mənim yorulan mələyim, qədrini bilmədiyim, bağışla məni. Həftənin ikincisi Röya xanımın yeni musiqisi Yanındayandır. Söz və musiqisi Miroya aid olan Yanındayam 4 gündə 623.736 baxış toplayıb. Bu musiqi bütün əngəllərə baxmayaraq sevgisinin daim arxasında olanların dilində əzbər olub. Elə misralarda deyildiyi kimi, daim yanınızda hiss edilməyən, bilinməyən, görünməsə də yanınızda olan, sevgisini hiss etdirən insanlar olsun. Mən həsrətinlə yanma sən deyə, yanındayam de göz yaşında batmısan niyə? Yanındayam, yaratdığın qaranlığındayam, yolundayam, mən hislərimdəyəm, qucaqlasan qolundayam, toxunsan əllərindəyəm, yasa solundayam, səninləyəm, dayanmadan sevəm, yorulmayanla bizdə-sən uzaqdayan tamam. Gəldik həftənin qalibinə. Bir ildən çoxdur artıq hit paradda olan Roza Zərgərli İstədim mahnısı ilə yenə birincidir. Bir neçə dəfə 3 ya da 2-ci yerdə olsa da aylardır aktuallığını qoruyub saxlayır və bu həftədə birincidir. Həftəlik izləmə sayı isə 725.256-dır. Necə deyərlər, ətrafınızda sevgini, diqqəti istədiyiniz insanlar yox, sevgini, diqqəti göstərən insanlar olsun. Roza xanım, sizə uğurlar. Səndən sadəcə diqqət istədim, İstədim, sevilən olum yolunu gözlədim. Sevginə ehtiyacım vardı, görsəydin, mənə gəlsəydin, ətrini duysaydın bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. Beləliklə bu həftəlik hit paradımız bu qədər. Görək gələn həftə bizi nələr gözləyir? Kanalımıza abunə olub like etməyi və dəstək olmağı unutmayın. Aranı çox uzatmadan gələn həftə görüşmək ümidi ilə. Hələlik!